Məclislərin belə bir açılımı edirik. Yaxın 3 gündə sizinlə gözləyir. 3 kart çəkəcəm. Zamansız zamana niyyət edirəm. Video nə zaman qarşınıza çıxdı, o zamana aiddir. Yaxın 3 gündə münasibətdə olduğunuz birinə yaxınlaşma, qarşılıqlı anlayışı göstərmə, yəni kiməsə emosional bağ daha da güclənə bilər və yaxud da yeni tanışlıq gözləyə bilər. Kart isə bolluk, yaradıcılıq qadın enerjisini simvolizə edir. Özünü daha cazibədar, güvənli hiss edəcəksən, yeni ideyalar olacaq. Yəni yaxın 3 gündə çox məhsuldar dönəm olacaq. Özünə qayğı göstərəcəksən, özündə dəyişiklik etmək istəyəcəksən, özünü daha çox sevəcəksən, istirahət etməyə yəni ki, meyl edəcəksən, deyəcəksən ki, mən də istirahəti hak edirəm, bunun üçün bir addım atacaqsan. Yəni sənin özünün rahatlığın önəmli olacaq. Bu kart isə planlarda irəli getməkdən bəhs edir. Fürsət qabağına çıxa bilər. Yeni istiqamət, səyahət, uzaqdan hansısa bir xəbər ala bilərsiniz. Uzaqda olan birindən xəbər almaq ehtimalı var. Və yaxud da siz uzaqdasınızsa, daha xoş zaman keçirmək ehtimalınız, yeni başlanğıc etmək ehtimalı var.